Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, yəni Allahın qulları üzərində olan haqqı odur ki, Allaha ibadət edib, ona heç nəyə şərik qoşmayasan. Bu ən birinci haqdır ki, Allah subhanahu wa ta'ala bütün qullarından bunu tələb edir. Ki, sən Allaha ibadət edib, ona heç nəyə şərik qoşmayasan. Və bu, bütün peyğəmbərlər ki, gəlib, 124 min peyğəmbər. O 124 min peyğəmbərin hər birinin dəvətinin əsası olur. Ki, insanlar Allaha ibadət etsinlər, ona heç kəsə şərik qoşmasınlar. Çünki şirk elə bir zülümdür ki, sənin etdiyin bütün əməlləri puç edir, və Allaha qarşı da sən çıxmış olursan. Elə bir çıxışla çıxmış olursan ki, Allaha qarşı. Allah təala onu bağışlamır. Və sən zina ilə geçsən, içki ilə geçsən, oğurluqla geçsən, onu bağışlayır Allah təala. O günahdır. Amma şirklə Allahın qarşısına geçsin, lakin tövbə etmədən sözsüz ki, gedir söhbət.